Travma ilə bağlı həqiqətlərdən danışacağıq. Travma ilə bağlı yanlış inanclar mövcuddur və bu bir çox hallarda insanları dəstək almaqdan, sağalmaqdan uzaq saxlayır. İnsanlar çox bir halda düşünürlər ki, məhz travmanın olması üçün, travma yaşaması üçün çox böyük bir faciə olmalıdır. Gerçəklikdə bu belə deyil. Yəni bəzən travma dediyimiz faciələrdən deyil də, çox kiçik hadisələrdən belə yarana bilər. Hətta mən təcrübədə çox tez-tez eşitdiyim belə bir söz olur ki, bəlkə də sizə necə hadisələr danışanlar var, amma mən bu kiçik hadisə ilə gəlmişəm. Burada da bizim mental sağlamlıqla bağlı tövsiyə etdiyimiz, ümumiyyətlə misal gətirdiyimiz bir yanaşma var ki, sağlamlıq əslində yaşanan hadisənin ağırlığı ilə bağlı deyil, həmin hadisəyə verdiyimiz reaksiya ilə təyin edilir. Yəni hadisənin ölçüsündən asılı olmayaraq mühüm olan bunu bizim necə yaşamağımızdır. Və həqiqətlərdən ən birincisi odur ki, travma yaşayıram deməyiniz üçün elə böyük bir hadisə yaşamağınıza ehtiyac yoxdur və kiçik bir hadisə belə travmatik yaşana bilər. İkinci gerçəklik isə odur ki, bəzən insanlar travmanın izini xarakter olaraq görürlər. Məsələn, düşünürlər ki, o kömək istəmir, kömək istəməz heç vaxt, icazə verməz ki, onun üçün bu dəstək edilsin. Bunu xarakteri olaraq yozurlar və ya özü haqqında şəxs elə düşünür. Amma danışarkən, təhlil edilərkən, ümumiyyətlə daha dərinliklərə enərkən psixikasında bəlli olur ki, əslində bu hansısa bir travmanın izidir. Yəni xarakter dediyimiz bir çox hallarda travmanın izidir və o travmadan sağalarkən həmin o iz də ötüb keçmiş olur. Digər üçüncü gerçəklik isə odur ki, bəzən travma sağalmaz deyə yanlış inanc mövcud olur. Həqiqət isə budur ki, travma sağalır, travmanın izi aradan qalxa bilir. Əlbəttə ki, bəzən bu uzunmüddətli bir proses tələb edir, amma sağalma mümkündür. Təcrübədə bir çox halda çox ağır travma yaşamış şəxslərin sağaldığını gördük. Düzgün yanaşma ilə, sistemli yanaşma ilə sinir sistemi güvənərək yenidən öyrənməyi bacarır. Travmadan sağalmağınız mümkündür.